İçimizdeki şeytan gənclik dönəmimdə mənim adımdan belə təsirləndiyim, yəni sırf adına görə oxuduğum bir roman idi. Sabahattin Ali'nin səhv eləmirəmsə 3 romanından biridir. Kuyucaklı Yusuf, çox məşhur onu, yəni Sabahattin Ali deyəndə ağlımıza ilk gələn kitab Kürk Mantolu Madonna. Bu arada Kürk Mantolu Madonna deyəndə də həmişə belə gülümsəyirəm. Çünki YouTube-da yazıb baxa bilərsiniz. Bir verilişdə Kürk Mantolu Madonna'nın filminin çəkiləcəyi müzakirəsi gedir və oradakı aparıcılardan biri elə bilir ki, bu popstar Madonna'dan bəhs edilir və eyni zamanda da israr edir ki, mən bu kitabı oxumuşam. Yəni çox belə gülünc bir video alınmışdı. Ona görə yəni Sabahattin Ali və Kürk Mantolu Madonna'da birbaşa yəni o veriliş gəlir ağlıma. İçimizdeki şeytan dediyim kimi, yəni çoxlu analizləri və özətləri var YouTube-da. Çünki Sabahattin Ali'nin kitabları ümumiyyətlə çox tərcümə olunur. Bir də onun müəmmalı ölümü var ki, onu daha da belə populyarlaşdırdı mı deyim, daha mı Türk cəmiyyətinə sevdirdi mi deyim. Çünki bilirik ki, Sabahattin Ali solçu bir yazar idi, komünist düşüncədə idi və o bu səbəbdən Atatürk dönəmində də yəni siyasi belə deyim problemlərlə qarşılaşırdı. Həm Atatürk'e yazdığı tənqidi bir şeiri olduğu deyilir. Həm oxumamışam, bilmirəm. Həbsdə yatıb o dönemdə. Həbsdən sonra isə Mətiyə şeir yazdığı da bilinir. Bunu da görməmişəm. Amma İnönü zamanında isə daha belə deyim siyasi baskılara məruz qalıb və ölümü də bu siyasi baskılardan artıq qaçmaq üçün Avropaya qaçmaq istəyir Bolqarıstan yolu ilə və Türkiyə-Bolqarıstan sərhədində hansı ki pul veribdi onu aparmaq üçün, qarşıya keçirtmək üçün və həmən adamın onu öldürdüyü deyilir. Hansı ki daha sonradan bu adamın oğurluq məqsədi ilə bu əməli törətdiyi deyilsə də, daha sonradan yəni sirrin üstü açılmayıb, cinayətin üstü açılmayıb, amma belə bir qəbullanış var ki, o dövlətin adamı olur və bu səbəbdən, yəni sırf siyasi görüşünə görə Sabahattin Ali'ni öldürür. Yəni ortada bir cinayət var. Daha sonra içimizdeki şeytana keçsək, içimizdeki şeytan mənim Sabahattin Ali'nin ən sevdiyim demək olar ki, romanıdır, hekayələrini də sevirəm. Ümumilikdə solçu olmasına baxmayaraq, üslubu, yəni dili hədsiz dərəcədə mənə xoş gəlir və sanki yəni bir şey demək istəyirsən, bir şey hiss edirsən və ya da təsəvvür eləmək istəyirsən hansısa bir cümlə ilə, amma deyə bilmirsən. Sonra Sabahattin Ali'ni oxuyursan ki, o sənin yerinə çox gözəl düşündüyün şeyi və ya da hiss etdiyin şeyi çox gözəl ifadə edib. Sabahattin Ali bu yöndən yəni oxuyarkən zövq verir adama. İçimizdeki şeytan isə yəni altından demək olar ki, bütün cümlələrin altından xətt çəkə bilərsiniz. O qədər gözəl təsvirlər var ki, hisslərin təsviri var ki, o qədər güclü, necə deyim, müşahidələr var ki, romanın baş qəhrəmanı Ömər adlı bir gəncidir. O bir gün gəmidə qohumunun başqa bir qohumu ilə tanış edilir. Təsadüfən tanış olurlar və daha sonra onun qohumu ona deyir ki, bu qız yəni Maciyə ata-anası ölübdür, daha doğrusu atası rəhmətə gedib, amma biz hələ də ona deməmişik. Maciyə konservatoriya oxumaq üçün qohumlarının yanına gəlib və daha sonra yəni ilk görüşdə qıza aşiq olur. Daha sonra isə onu görmək bəhanəsi ilə qohumlarının evinə gedir. O qızla bu arada Maciyənin qaldığı evdə yəni artıq istəmirlər. Çünki atası ölüb, ona pul göndərmirlər və yük kimi görür ailəsi, qohumları və ona deyirlər ki, sənin ailən çıxıb. Çünki o davamlı olaraq Ömərlə görüşür. Ömərlə görüşməsi üçün də artıq ailə ilə, qohumları ilə problem yaranır və evi tərk edir. Daha sonra isə o səhnədə Ömər görür ki, onu gözləyir. Onlar evlənmək qərarına verirlər, birlikdə yaşayırlar. Birlikdə yaşadıktan sonra isə problemlərlə qarşılaşırlar. Hansı ki, Ömər fərd olaraq, şəxsiyyət olaraq yetişməmiş birisidir.
Ömər obrazı o qədər, yəni belə müzakirəyə açıq, hər tərəfdən dəyərləndirilə biləcək bir obrazdır ki, ona baxanda həm Oblomovu görürük. Nəyə görə Oblomovu biraz bənzədirəm? O da Oblomov qədər ən az hər şeyin fərqindədir əslində. Pisi və yaxşını ayırd eləyə bilir, amma hərəkətə keçə bilmir. Yəni elədikləri şeyin, hər şeyin fərqində olsa da çox passivdir, eynilə Oblomov kimi. Çünki Oblomov da hər şeyi artıqlamasını anlayırdı, amma onda hərəkətsizlik var idi. Motivasiyasızlıq da eynilə, yəni motivasiya tapmır. Çünki bir növ, yəni bunu heç bir analizdə qarşıma çıxmadı, amma Ömərə baxanda bir növ varoluş sancısı çəkən o ekzistensialist filozoflar tərzində düşüncəyə sahibdir. Məsələn, o deyir ki, dünyanı sorğulayır, özünü, həyatı, niyə var olduğumuzu, niyə burada olduğumuzu sorğulayır və deyir ki, biz yemək, içmək, yatmaq, qoynumuza birini alıb yatmaq üçün bu dünyada deyilik. Nəysə bir səbəb var, daha yüksək bir səbəb var, amma o səbəb nədir, onu tapa bilmir. Bir şey yaratmaq üçün gəlmişik dünyaya, amma nə yaratmalıyıq və yaxud da ki, insan nə yarada bilər? O düşünür ki, bunları sorğuladıqca, o düşünür ki, biz artıq heç bir şey yarada bilmərik. Biz, çünki məsələn, yeni bir fikir demək istəsək belə, bizim artıq beynimizə nə qədər bilgilər, məlumatlar depolanıbdır. Ən yaxşı halda o depolanmış məlumatlar forma dəyişdirəcək və belə olan halda biz bir fikir deyə bilərik. Əksi halda, yəni yeni bir fikir, saf bir fikir, saf bir düşüncə, məqsəd yarada bilmərik. Fransız belə bir qrup da vardı, postmodernist qrup var idi. Onlar da iddia edirdilər ki, artıq insanın deyə biləcəyi yeni heç bir fikir yoxdur. Bütün fikirlər artıq səslənilibdir. Bütün mövzular artıq müzakirə olunubdur. Biz ancaq və ancaq o deyilmiş fikirlərin, o formalaşmış fikirlərin ətrafında fırlana bilərik və yaxud da ki, onları müzakirə eləyə bilərik. Yəni Ömər də bu düşüncədir. Əlbəttə ki, bu müzakirəli bir mövzudur, amma hardasa yəni fikirləşəndə həqiqət payı var. Düşündüyümüz fikirlərin nə qədəri bizə aiddir. Məsələn, bir musiqi belə bəstələyəndə plagiat olduğu deyilir və yaxud da ki, bir hekayə yazılanda daha sonra yəni çox belə hallar olur ki, o bəstəkar deyir ki, mən bunu bilərək eləməmişəm ki, bu da həqiqətə uyğundur. Hardasa eşidib bir anlıq və onun belə deyək, şuur altında qalıb və yaxud da ki, yəni bilərək bu şeyi eləməyib. Və həqiqətən bizim indiki görüşümüz, düşüncələrimiz belə, dediyimiz hər fikir belə, yəni başqa fikirlərin toplusudur. Yəni yeni bizə aid bir şey yoxdur. Bunları düşünür və Oblomovdakı kimi o motivasiyasızlığı, o motivasiya yoxdur, hərəkətə keçə bilmir. Bəlkə də bunun da səbəbi çox düşünməkdəndir. Bu da ola bilər. Bir dənə filozof var idi, məsələn, adı yadımda deyil. O bir qadını evlənmək istəyir və illərlə bunun haqqında düşünür ki, evlənim, evlənməyim, yəni qərar verə bilmir, hərəkətə keçə bilmir. Ona görə artıq o qadın başqasıyla evlənmiş olur. Yəni Ömərdə də belə bir fikir var. Davamlı olaraq hərəkətə keçmə problemi var. Bundan əlavə bu romanda ən sevdiyim yanlardan biri aydınlanma insanının, yəni intellektual deyə qəbul elədiyimiz kəsimin tənqidi var bu romanda. Çünki Ömərin ətrafındakı gənclər özlərini intellektual olaraq təqdim eləyirlər. Yəni çox savadlı, dünya görüşlü insanlardılar. Dünya görüşlü insan dediyimizdə, yəni cəmiyyətə faydalı ola biləcək insanlar ağlımıza gəlir. Lakin həmən adamlar belə deyim, danışdıqlarıyla hərəkətləri bir-birini tutmur. Tamamilə saxta aydınlardır onlar. Səbahattin Ali də böyük ehtimalla o dövrdə o Cumhuriyyət dövründəki aydınları bu obrazlar vasitəsilə tənqid eləyirdi. Hansı ki, məsələn, onlar böyük fikirlərdən danışırlar, intellektual mövzular haqqında müzakirə edirlər, amma bir tərəfdən də rüşvət yəni eləyirlər və yaxud da ki, oğurluq eləyirlər ki, hekayənin içərisində də bunlar var və eyni zamanda bu çürümüş insanlar, bu saxtakar belə deyim, intellektuallar, yəni bugün də yəni düşünürəm ki, əslində bu obrazlar bütün dövrlərdə aktual olacaq və həmən şəxslərin Ömərə də təsiri var. Burada isə biz iradə zəifliyini görürük. Çünki
Ömər çox iradəsi zəif bir insandır. Ona görə də asanlıqla dostları onu manipulyasiya edə bilir. Baxmayaraq ki, həyat yoldaşı bunun fərqində olsa da, danışdığım yerdə qızın adı yadımdan çıxdı. Yəni fərqində olsa da ki, dostları Öməri manipulyasiya eləyir və ona xəbərdarlıq eləsə də bu mövzuda Ömər yəni bu təsirin altından çıxa bilmir. Çünki iradəsi zəifdir. Həyat yoldaşı isə tam tərsinə bütün bu cəmiyyətin ikiyüzlülüyünə, saxtakarlığından özünü qoruyub çəkindirə bilib və o artıq anlayır ki, Ömər dəyişə bilməz. Sonlara yaxın qəhrəmanlarımız anlayır. Ömərin yəni həm o passivliyi, həm belə varoluş sancısı çəkməsi, həm iradəsizliyi. İradəsizlik deyərkən isə nə yadıma düşür? Nietzsche'nin üst insan Übermensch'də təsvir elədiyi insana biz baxanda isə görürük ki, üst insan deyəndə əslində köləlik təfəkkülü, köləlik xüsusiyyətini aşmış insana deyir. Köləlik olan da elədiyi necə deyim, səhvlərin məsuliyyətini ala bilməyən insan. Məsələn, şeytanı üstünə atır, dindar insanlar deyək. Bir səhv eləyir və deyir ki, şeytan məni yoldan çıxartdı və yaxud da ki, müsbət bir şey olanda deyir, Allah bunu elədi. Yəni, insan öz həyatının məsuliyyətini ala bilmir. Məsuliyyətdən qorxan, qaçınan, zəif insan olaraq dəyərləndirirdi Nietzsche. Və bunu da bənzərliyi odur ki, Ömər elədiyi bütün yanlışlarda, bütün səhvlərdə və məsələn zəifliyində, xarakterindəki zəifliyində şeytanı günahlandırır. Deyir ki, şeytan məni yolundan çıxartdı və yaxud da azdırdı. Yəni burada yenə də təkrar edirəm, Nietzsche deyirdi ki, insan anlamalıdır ki, biz bu dünyada təkik və cənnət də, cəhənnəm də bu dünyadadır. Səhv də, doğru da bizim əməllərimiz, bizim qərarlarımızın nəticəsidir. Hansısa gözə görünməz bir qüvvə yoxdur ki, bizi yoldan çıxartsın və yaxud da ki, cəzalandırsın. Yəni bu nə deməkdir? Bu toplum olaraq başqa bir dünyada ədalət gözləmir. Cənnət özü, məsəl üçün siyasətdir deyirik biz həmişə. Nəyə görə? Çünki insan bu dünyadakı ədaləti bərpa eləyə bilməyəndə düşünür ki, hansısa bir güclü qüvvə var, o onun üçün bu ədaləti bərpa eləyəcək. Ədalət əsasən cəza vermə funksiyası yerinə yetirir. Yəni davamlı olaraq cəhənnəm, sadist kimi bir işgəncə təsvirləri filan şey, məsələn, oğurluq eləmisənsə, Allah səni belə yandıracaq, elə yandıracaq. Yəni ədalət bərpa olmayanda ən azından təskinlik tapır ki, eybi yoxdur, onsuz da bu dünya fanidir. O birisi dünyada bunun qarşılığını, yəni bir növ təskinlik tapır gücsüz insan ki, mənim yəni bu qarşılaşdığım belə deyim, ədalətsizliyin Allah intiqamını alacaq. Bir növ qisas alan bir varlıq yaradır. Və bu da insanın məsuliyyət almasına yayındırır. Çünki qavramır ki, yəni karma deyilən məsəl üçün bir şey yoxdur. Bu dünyadayıq, ədalət də varsa, cənnət də varsa, cəhənnəm də varsa, bu dünyadadır. Sən əgər səhv bir addım atırsansa, iradəsizsənsə, cəsarətsizsənsə və yaxud hərəkətə keçə bilmirsənsə, bu şeytan vəsvəsəsi və s. deyil. Bu sayədə sənin belə deyim, xaraktersizliyindir. Disiplinsizliyindir daha doğrusu. Hansı ki, əsərin sonunda da biz Ömərin dilindən bunu eşidirik. Məsələn, ən belə yadda qalan, əzbərə qalan cümlələrdən biridir. Bunu bəlkə də 10 il əvvəl oxumuşam romanı. Və orada deyir ki, içimizdə şeytan yoxdur. İçimizdə bilgisizlik var, içimizdə iradəsizlik, cəsarətsizlik var və bu şəkildə onun şeytan anlayışının, şeytan qavramının bilgisizlik və digər saydığım mənfi xarakterində oturuşmamış xüsusiyyətlər olduğunu qənaətinə gəlir. Düşünürəm ki, yəni Səbahattin Ali'nin mənə görə Kuyacaqlı Yusufu da sevirəm. Hansı ki, onun da filmi var. Kürk Mantolu Madonna'dır. Bunların hamısı demək olar ki, siyasi baxışıma görə bu əsərlər hamısı solçu. O hiss eləyirsən romanı və yaxud da ki, hekayələr oxuyanda. Mənə görə yenə də hələ də yəni aktuallığını qoyur. Hələ də mənə çox doğma olan bir romandır. Bir də bura sıxışdırım, bunu da deyim, indi oxudum. Düşman adlı bir dənə səsli hekayəsini dinlədim, çox qısa. Hansı ki, bir solçu obraz
gəlir bir köhnə dostunun qarşısına, heç birisinin adı yoxdur, düşmandır hekayənin adı və ona deyir ki, qorxma, yəni məni tanıyırsan, narahat olma, elə bilir ki, çünki oğrudur, onun evinə girib və daha sonra biz anlayırıq ki, onlar məktəbdən dost olublar və siyasi görüşlərinə görə onların arasındakı belə uçurumu görürük, hansı ki, daha öncələr bir-birlərini çox yaxın olublar. Yəni bu hekayəni də dinləyəndə hər saniyəsində hiss edirsiniz Səbahattin Alinin o solçu duruşunu. Hər nə olursa olsun, hansısa bir yazarın, yəni bu şəkildə sırf fikirlərinə görə tənqid olunması, daha doğrusu təqib olunması, öldürülməsi, düşünürəm ki, şərtlər nə olursa olsun, çox ağır bir situasiyadır və indinin özündə də, modern dövrdə də bizim kimi toplumlarda yazarlar, insanlar ümumiyyətlə fikirlərinə görə təqib edilirlər. Hətta ən xırda bir şeylərə görə Azərbaycanda adi bir Facebook statusuna görə belə insanlar təqib olunur və əslində bunlar əks effekt verir. Daha sonra o təqiblər olunduğu üçün çox belə deyim, mənasız adamlar əksinə qəhrəman da ola bilirlər. Məsələn, həbs yataraq qəhrəman da ola bilirlər. Hansı ki, bir ideologiyanı daşıyan bir insanı yox eləmək istəyirsənsə, qorxursansa, onu öldürmək əks effekt verir. Yəni onu daha da ölümsüzlük edir. Buna İsa Məsihi də nümunə gətirə bilərik. Bəlkə də yenə də deyirəm, Səbahattin Alinin müəmmalı ölümü onu Türkiyə toplumunda bu qədər romantikləşdirilməsində, bu qədər sevilməsində daha böyük rol oynayıb.